Hoş gördük her birinizi. Diğer həftələrdə olduğu kimi bu həftədə yenə onlayn şəkildə sizin evinizin qonağıyıq. Bugünkü dərsimiz onluq kəsirlər. Müəllimlərimizdən birinin sualı var idi. Söz vermişdim ki, dərs başlayanda izah eləyəcəm. Əvvəl ona baxaq, sonra onluq kəsirlərə başlayaq. Ekran paylaşım eləyirəm. Zəhmət olmasa smaylik vasitəsilə mənə bildirin. Ekran görünürmü sizdə? Ekranı görürsünüzsə mənə smaylik vasitəsilə bildirin, zəhmət olmasa. Əla. Deməli, müəlliməmiz sual verir ki, əgər adi kəsirlərdə bir deyil, bir neçə kəsir eyni zamanda verilərsə, məsələn, A bərabər 5-də 1, B bərabər 4-də 3 məsələsi yazıram, C bərabər 2-də 1. Biz bu kəsirləri necə müqayisə eləyək? Müəllimlər, bu tip, yəni 2 deyil, daha çox kəsir veriləndə ya surətləri bərabərləşdirin, ya məxrəcləri bərabərləşdirin və yaxud da ki, 2-2 kəpənək üsulundan istifadə eləməklə müqayisə eləyin. Məsələn, bunların məxrəclərini bərabərləşdirməklə müqayisə eləyirəm. 5, 4, 2. Məxrəclərini bərabərləşdirsək, bunlara əkob olar 20. Yəni, 20 həm 5-ə, həm 4-ə, həm 2-yə bölünür. İndi baxaq. Birinci kəsirin məxrəcini 20-yə çatdırmaq üçün 4-ə vurdum. Demək surətində 4-ə vurmalıyam. Oldu 20-də 4. İkinci kəsiri 20-yə, məxrəcini 20-yə çatdırmaq üçün 5-ə vururam. Məxrəci neçəyə vurmuşuqsa surəti də həmin ədədə vurmaq lazımdır. 2-də 1-i məxrəci 20 olan kəsirə çatdırıramsa 10-a vurmalıyam. Demək ki, surəti də 10-a vuracam. Elədi 20-də 10. Hər üç kəsirin məxrəci bərabərdirsə, demişik ki, düzgün kəsirlərdə surəti böyük olan kəsir böyükdür. Yəni, B böyükdür C-dən, o da böyükdür A-dan. Ümid eləyirəm ki, sualınız aydın oldu müəllimə. Keçirik onluq kəsirlər. Yadda saxlayırıq. Məxrəci 10, 100 və 1000 olan kəsirlər, onluq kəsirlər adlanır. Məxrəci 10, 100, 1000 və s. Qısa şəkildə desək, məxrəci 10-un qüvvəti şəklində göstərə bilinən kəsirlər onluq kəsirlərdir. Məsələn, 10-da 1 yazıram 10-da 1. 100-də 1 yazıram 100-də 1. Buradan nə nəticəyə gəlirik? Məxrəcdə 2 0 varsa, vergüldən sonra 2 ədəd olmalıdır. Məxrəcdə 1 0 varsa, vergüldən sonra 1 ədəd olmalıdır və bu şəkildə davam eləyir. Ola bilər ki, bizə verilən kəsirin məxrəci 10, 100, 1000 deyil. Məsələn, mənə verilib 5-də 1. Müəllimlər, gəlib kəsirin məxrəcinə diqqət eləyirəm. Məxrəci 10-a gətirmək mümkündürsə 10-a gətirirəm. 100-ə gətirmək mümkündürsə 100-ə gətirirəm. 1000-ə gətirmək mümkündürsə 1000-ə gətirirəm və bu şəkildə davam edirik. Burada kəsirin məxrəcini 10-a gətirmək mümkündür. O zaman surəti də məxrəci də vuraram 2-yə, alınar 10-da 2.
0,2. Onluq kəsirləri toplamaq, çıxmaq, vurmaq, bölmək mümkündür. Eyni zamanda müqayisə eləyə bilərik. Gəlin elə müqayisəsindən başlayaq. Yəni, onluq kəsirləri necə müqayisə eləyirik? Yazıram. Onluq kəsirlərin müqayisəsi. Onluq kəsirlərin müqayisəsi. Onluq kəsirləri necə müqayisə edirik? İlk öncə tamlarına baxırıq. Hansının tamı böyükdürsə, həmin kəsir böyükdür. Hansının tamı kiçikdirsə, həmin kəsir kiçikdir. Məsələn, 5,7. Bir də verilib 3,125. Müəllimlər, diqqətli oluruq. Onluq kəsirlərdə rəqəmlərin sayına baxmırıq. Onluq kəsirlərdə yalnız tam hissələrə baxırıq. Əgər tamlar bərabərdirsə, vergüldən sonra gələn ilk ədədlərə baxırıq. İndi birinin tamı 5'dir, digərinin tamı 3'dür. 5 3'dən böyük olduğuna görə 5,7, 3 tam %25'dən böyükdür. Ola bilər ki, mənə belə verirlər. Biz vergüldən sonra olan hissəni, yəni kəsir hissədəki rəqəmlərin sayını bərabərləşdirə bilərik. Bunu necə eləyirik? Burada vergüldən sonra 3 ədəd varsa, daha doğrusu 3 rəqəm varsa, gəlirəm və burada vergüldən sonra 1 ədəd var. 3'ə çatdırmaq üçün davamına 2 dənə 0 artırıram. İndi rahat bir şəkildə müqayisə eləyirəm. Və yaxud da kim istəsə ümumiyyətlə sonuna 0 artırmasın, sadəcə olaraq vergüldən sonra birinciyə baxsın. Vergüldən sonra birinci hansında böyükdürsə, demək ki, həmin onluq kəsir böyükdür. Onluq kəsirləri necə müqayisə eləyək, müəllimlər? Onluq daha doğrusu necə yuvarlaqlaşdıraq? Çünki müqayisəni dedik. Onluq kəsirlərin müqayisəsi adi natural ədədlərin müqayisəsi kimi həyata keçirilir. Yəni, əgər bizə verilən mərtəbədən sonra 0, 1, 2, 3, 4 gələrsə, bizə verilən mərtəbəni bir vahid artırırıq, özündən sonra gələnlərin yerinə 0 yazırıq. Əgər bizə verilən mərtəbədən sonra 5-9 aralığında mərtəbə olarsa, daha doğrusu ədəd və yaxud da rəqəm olarsa, o zaman bizə verilən mərtəbəni bir vahid artırmaqla yazırıq. Məsələn, yuvarlaqlaşdırma. Gəlin baxaq müəllimlər yuvarlaqlaşdırmaya. Məsələn, mənə verilib 34,72. Əvvəl bunu deyim. Bura adi qaydada təklik onluq oxunur.
Kəsir hissə isə vergüldən sonra sağ tərəfə gedirik. 10^1, 100^1, burada əlavə ədəd olarsa 1000^1 və s. İndi mənə deyir ki, bu onluq kəsiri 10^1'lərə qədər yuvarlaqlaşdırın. 10^1'im bu. Özündən sonra 0-4 aralığında ədəd gəldiyinə görə bunu bir vahid artırıram. Olur 34,8. Dedik ki, özündən sonrakilərin yerinə 0 yazırıq. Amma müəllimlər, nəyə diqqət edirik? Onluq kəsirlərdə vergüldən sonra yazılan bu sıfırların mənası yoxdur. Yəni, bu sıfırı yaza da bilərsiniz, yazmaya da bilərsiniz. Yəni, 34,80, 34,8 bir-birinə bərabərdir. Bunlar eyni şey deməkdir. Onluq kəsirlər üzərində dedik ki, toplama, çıxma, vurma, bölmə əməllərini yerinə yetirmək mümkündür. Gəlin, onluq kəsirlərin necə toplanıb çıxıldığına baxaq. Onluq kəsirləri toplayıb çıxarkən, başlığını yazaq, onluq kəsirlərin toplanması, çıxılması. Onluq kəsirləri müəllimlər toplayıb çıxarkən əvvəlcə onluq kəsirlər alt-alta yazılır. Onları alt-alta yazarkən nəyə diqqət eləmək lazımdır? Mütləq və mütləq vergülün altına düşsün. Məsələn, mənə verib 3,76 üstəgəl 1,4. Bunu sütundan toplayıram. Mütləq şəkildə vergülün altına düşməlidir. Aha, boş yer qaldı. Neyniyim? Həmin boş yeri gətirib 0 yaza bilərsiniz. İndi natural ədədləri necə toplayırıqsa, həmin qaydada gəlib bunları toplayırıq. 6, 1, vergül öz yerində mütləq qalır. Bu da elədi 5. Alındı 5,16. Mütləq şəkildə vergülə diqqət edirik müəllimlər. Vergülün altına düşməlidir. Məsələn, birini də toplayıram. Yazıb ki, 1,6 üstəgəl 0,86 üstəgəl 2. Deyir ki, bu üçünü toplayın. Yəni, bunların cəmini tapın. Gəlb yazıram. 1,6 üstəgəl dedi ki, vergülün altına düşsün hökmən və bizdə verilib 2. Boş qalan yerlərə rəqəm sayını bərabərləşdirmək üçün 0 yazırıq. Bizə 2 tam verilib. Bunun kəsir hissəsi yoxdur. Vergül atıb kəsir hissəyə sıfırları artırıram. Bundan sonra adi natural ədədlərin toplanması qaydası ilə toplama prosesini yerinə yetiririk. Vergülü yerində yazdıq və kəsirlərimizi topladıq. Birinin də çıxılmasına ait yazaq. 4,5 çıxılsın 2,65. Boş qalan yerimizə 0 artırıram və çıxmanı həyata keçirirəm. 0-dan 5 çıxma olmaz. 1'in götürdük. Ondan 5 çıxdıq. 5. 1'in götürmüşdük. 4 qalmışdı. Yenə 1'in verdik. 14'dan 6 çıxdıq. 8. 4'dən 1'in vermişik. 3 qalıb. 3'dən 2 çıxdıq. 1. Demək ki, adi natural ədədlərin necə çıxırıqsa, o qaydada çıxmanı yerinə yetiririk
sadece olarak dikkat etmeli olduğumuz məqam vergülü vergülün altına yazmaqdır. İndi onluq kəsirlərin vurulması, bölünməsi qaydasını danışacağım müəllimlər. Müəllimlərimiz qeyd götürənə qədər mən də sizə xatırlatma eləyim. Artıq bizim sentyabr üçün olan ödənişli qrupumuzda qrupun biri tam şəkildə dolub, digər qrupumuz dolmaq üzrədir və müəllimlər 3-cü qrupun açılıb-açılmayacağını soruşur. Sentyabr ayında ödənişli 3-cü qrupumuz açılmayacaq və artıq bizim xatırladım ki, oktyabr qruplarına qeydiyyatımız başlayıb. Hətta oktyabr qruplarına yazılan müəllimlərimiz var. Oktyabr qrupunun günlərini, saatlarını ekranda görürsünüz. Kimlər ödənişli dərslərimizdə iştirak eləmək istəyirsə, kimlər MİQ sertifikasiya imtahanında yüksək nəticə əldə eləmək istəyirsə, o zaman dolmaqda olan sentyabr qrupumuza və eyni zamanda qeydiyyatı başlayan oktyabr qrupumuza müraciət eləyə bilər. İndi isə dərsimizə davam eləyirik. Onluq kəsirlərin vurulması və bölünməsi. Müəllimlər, gəlin əvvəl buradan başlayaq. Onluq kəsirləri 10-a, 100-ə, 1000-ə və s. necə vururuq? Məsələn, mənə verilib, adını yazaq. Onluq kəsirlərin onun qüvvətinə vurulması və bölünməsi. Yəni, onluq kəsirlərin 10, 100, 1000 və s. vurulma, bölünmə qaydasına baxırıq. Bunu gəlin nümunə üstündə göstərək, müəllimlər. Tutalım ki, mənə verib 3 tam 1000-də 217 vurulsun 10. Sonra verib 3 tam 1000-də 217 vurulsun 100. 3 tam 1000-də 217 vurulsun 1000. Bir də verib 3 tam 1000-də 217 vurulsun 10.000. Baxaq görək bunları necə vurmaq lazımdır. Müəllimlər, burada neçə dənə sıfır varsa, biz vergülümüzü həmin sıfırların sayı qədər sağ tərəfə sürüşdürürük. Baxın, belə idi, düzdürmü? Ona vuranda burada bir sıfır var. Vergülü bir dənə sağa sürüşdürürük. Yəni, vergülü buradan götürüb bir dənə arxaya keçiririk. 100-ə vuranda ədədimiz belə idi. 100-ün arxasında 2 sıfır var. Vergülü buradan silib 2 dənə arxaya keçiririk. 1000-ə vuranda vergüldən sonra 3 ədəd var. Vergülümüzü 3 dənə arxaya çəkirik. 10.000-ə vuranda, baxın, belə idi. Dərsimiz başlayandan sonra, müəllimlər, mən artıq heç kimi dərsə daxil eləyə bilmirəm. Yəni, kimdəsə Teams'də problem varsa, dəhlizə düşürsə, qoşula bilmirsə, dərsə vaxtında qoşulmaq lazımdır ki, mən dəhlizdə qalan müəllimləri götürüm, dərsə başlayayım. Yəni, ekran paylaşımı eləyəndən sonra, baxın, zəng gəlir, amma heç birini artıq mən dərsə qoşa bilmirəm. 10.000-ə vururam. 10.000-ə vuranda, baxın müəllimlər, vergülü buradan götürdüm. 1, 2, 3. Axı bizdə 4 sıfır var. Çatışmayan ədədin yerinə gətirib bir dənə sıfır yazıram. 3 tam 1000-də 217-ni 10.000-ə vuranda cavabımız 32.170 alındı.
İndi isə bölünmə qaydasına baxaq. 10-a 100-ə 1000-ə necə bölürük? Məsələn, mənə verilib. Biraz böyük ədəd yazım. Bir dəfə deyir 10-a böl. Bir dəfə deyir ki, bu ədədi 100-ə böl. Bir dəfə deyir ki, bu ədədi 1000-ə böl. Müəllimlər, 10-a böləndə, baxın, vergüldən sonra, baxın, 10-a böləndə, 100-ə böləndə, 1000-ə böləndə vurmanın əksinə olaraq bu dəfə sola irəliləyirəm. Vuranda sağ tərəfə gedir vergülümüz. Böləndə vergülümüz sol tərəfə gəlir. Baxın, bu şəkildə idi. Onun arxasında bir sıfır var. Vergülü buradan silirəm, birdən qarşıya gətirirəm. Ədədimiz bu şəkildə idi. Vergülü buradan silirəm. 2 sıfır olduğuna görə 2 dənə qarşıya gətirirəm. Bu şəkildə idi ədədimiz. 3 sıfır olduğuna görə vergülü buradan silirəm. Baxın, 1, 2, 3. Artıq ədəd qalmadı, düzdür. Vergül atıb qarşısına 0 yazıram. Oldu 0 tam 10.000-də 4234. Müəllimimizin biri WhatsApp-da yazıb ki, müəllimə bunun 10.000-də, 1000-də, 100-də olduğunu nə bilib, necə oxuyuruq? Bunu da deyək. Müəllimlər, baxın, vergüldən sonra bir ədəd varsa, biz bilirik ki, onun dalında bir sıfır var, düzdürmü? Bunu oxuyanda deyirik ki, 0 tam 10'da 2. Vergüldən sonra 2 ədəd varsa, baxın, 100'ün arxasında 2 sıfır var, düzdürmü? Oxuyanda deyirəm 0 tam 23. Tutalım, vergüldən sonra 3 ədəd var. 1000'in dalında 3 sıfır var, düzdürmü? Oxuyanda deyirəm 0 tam 1000'də 237. Və bu şəkildə də digər kəsirləri oxuya bilərsiniz. İndi gəlin baxaq görək, onluq kəsirləri natural ədədlərə necə vura bilərik? Onluq kəsrin natural ədədə vurulması. Onluq kəsirləri müəllimlər natural ədədlərə vurmaq üçün adi natural ədədlərin vurulma qaydasından istifadə edirik. Məsələn, mənə verib ki, 2 tam %56 vurulsun 3. Adi qaydada 256-nı 3'ə necə vurmaq lazımdırsa bu qaydada vururuq. 6 vur 3, 18. 3 vur 5, 15. 1 yaddaydı 16. 3 vurulsun 2, 6. 1 də yadda 7. Aha, vergülü neyinirik? Vergüldən sonra 2 ədəd var idisə, bizdə də vergüldən sonra 2 dənə ədəd olmalıdır. Oldu 7 tam %68. İndi tutalım mənə verib ki, 12 tam onda 3 vurulsun 14. Yenə
Baxın, müəllimlər, adi qaydada yenə 12,3 14-ə vurmaq üçün 123-ü 14-ə necə vuraramsa, həmin qaydada gəlib vururam. Əvvəl 4-ü gəlin vuraq. 4-ü 3-ə vurdum 12, 2 yazdıq, 1 yadda. 4-ü 2-yə vurduq 8, 1 yaddaydı 9, 4-ü 1-ə vurduq 4. 1'i 3'e vurdum 3, 1'i 2'ye vurdum 2, 1'i 1'e vurdum 1. Alındı 2, 2, 7, 1. Vergülü hara koyum? Müəllimlər, vergüldən sonra bir ədəd var, düzdürmü? Demək ki, mənim aldığım cavabda da vergüldən sonra bir dənə olmalıdır. Bəs onluq kəsrə vursam, vergülü hara necə yazmalıyam? Onluq kəsrlərin vurulması. Mənə bu PDF-i dərsdən sonra kim istəsə yazsın, həmin qrupa göndərim. Məsələn, mənə deyir ki, 4 tam %53'ü 2 tam onda 4'e vurun. Yine adi qaydada natural ədədlərin vurulması qaydası ilə vururam. Yəni 453'ü 24'e vururam. 4'ü 3'e vurdum 12, 2 yazdım 1 yattı. 4'ü 5'e vurdum 20, 1 de yattaydı 21. 4'ü 4'e vurdum 16, 2 yattaydı 18. 2'ni 3'e vurdum 6, 2'ni 5'e vurdum 10, 0 yazdım. 1 yatta 4'ü 2'ye vurdum 8, 1 de yattaydı 9. 2, 7, 8, 10. Vergülü hara yazım? Hemen bakın. Burada vergülden sonra 2 ədəd var. Burada vergülden sonra 1 ədəd var. Demək ki, onluq kəsirləri vuran zaman vergüldən sonra ümumi neçə dənə rəqəm varsa, mənim aldığım cavabda da vergüldən sonra həmin qədər rəqəm olmalıdır. Bizdə cəmi 3 dənə rəqəm var vergüldən sonra. 1, 2, 3 sayıram, vergülü yazıram. Yəni cavabımızda da vergüldən sonra 3 dənə rəqəm olmalıdır. Onluq kəsirin natural ədədə bölünməsinə baxırıq müəllimlər. Onluq kəsrin natural ədədə bölünməsi. Yazıram. Onluq kəsirləri bəs natural ədədlərə biz necə bölək? Məsələn, mənə verib 11,2 bölünsün 7. Mən yenə də adi natural ədədlərin bölünmə qaydası ilə gəlib bunu bölürəm. 11'in içərisində 7 bir dəfə. Yazdım 7. 11'dən 7 çıxanda 4. Aha, bax bizim işimiz burada başlayır. Artıq vergüldən sonraki ədədi mən bura düşürürəm. Müəllimlər, vergüldən sonraki ədədi düşürməyə növbət çatan kimi gəlib bura bir vergül atırsınız. Oldu 42 bölünsün 7. 42'ni 7'ye bölürəm 6.
11 tam onda 2'ni 7'ye böləndə alındı 1 tam onda 6. Birini də bölək müəllimlər. Məsələn, 31 tam onda 2 bölünsün 13. 31'in içərisində 13 oldu 3 dəfə. 3'ü 13'e vurdum elədi 30. Çox oldu bu. 2 dəfə yazaq. 13'ü 2'ye vurdum elədi 26. 31'den 26'nı çıxdım qaldı 5. Vergüldən sonraya keçirəm. Vergüldən sonraya keçirəmsə bura vergül attım. Vergüldən sonrakini düşürdüm. Oldu 52. 52'ni 13'e bölürəm 4 dəfə 52. Qeyd götürün. Sonra onluq kəsirin natural ədədə bölünməsinə baxırıq. Amma bölünən böləndən kiçik olan hala. Yəni bölünən böləndən kiçik olarsa necə bölürük? Məsələn, müəllimlər, mənə verilib 3 tam %12 bölünsün 12. Üçün içərisində, baxın 3 tam. Üçün içərisində 12 tam yoxdur. O zaman burada bir dənə 0 yazıram. Sonra baxıram belə. 31'in içərisində 12, 2 dəfə. 2'ni 12'ye vururam elədi 24. 31'den 24'ünü çıxdım, qaldı 7. 2'ni düşürdüm 72. 72'ni 12'ye bölürəm 6. Cevabım alındı 0 tam %26. Müəllimlər, bir dənəsini yazın. Bunu siz bölün söhbət hissəsində yazın. Baxaq görək necə bölürsünüz. 0 tam 1615 bölünsün 41. Buyurun. Bunu siz bölün. Mən də söhbət hissəsində baxım. Müəllimlər, səsim gəlirmi sizə? Səsim gəlirsə bir dənə smayliklə bildirin, zəhmət olmasa. Aha, Allah. Çünki söhbət hissəsində yazdılar, müəllimə səsiniz gəlmir, ona görə soruşdum. Buyurun. Misalınızın cavabını yazın baxaq. Müəllimlər, buyurun yazın baxaq. Gəlin baxaq. Buyurun müəllimə, buyurun baxın.
Söhbət hissəsində yazan müəllimlərimiz doğru yazıb. Yəni, həll eləyək. Müəllimlər, əvvəl tam hissəyə baxırıq. 0 tamın içərisində 41 olmadığına görə gəlib yazdım 0 və vergül. Vergüldən sonrakına keçdiyimə görə bura vergülü qoyuram. 6'nın içərisində 41 olmadığına görə birində yazdım 0'ın. 61'in içərisində 41 bir dəfə. 5'i düşürdük. 205'in içərisində 41 oldu 5 dəfə. Cavab alındı 0 tam 1000'də 15. Müəllimlər, bu dəfə onluq kəsirin natural ədədə bölünməsi zamanı bölünənin kəsir hissəsinə sıfırların əlavə edilməsi qaydasını göstərəcəm. Məsələn, mənə verilib ki, 6,2 bölünsün 5. Baxın, görək. Bölünənin kəsir hissəsinə nə zaman sıfır artırılır? 6'nın içərisində 5 bir dəfə. 1'i 5'e vurdum, elədi 5. 6'dan 5'i çıxdım 1. Vergülə çatdığıma görə bura gətirib vergülü yazdım. 2'ni düşürürük. 12'nin içərisində 5 2 dəfə. Elədi 10. 12'dən 10'a çıxdım 2. Aha. 2 5'e bölünmür axı. Buna görə də gəlib bu 2'nin arxasına bir dənə 0 artırırıq. Oldu 20 bölünsün 5. 20'ni 5'e böldüm, qaldı 4 dəfə. Deməli, 6,2'ni 5'e böləndə cavabımız 1 tam %24 alındı. Bura bir dənə 0 artırmış olduq, elə bilin. İndi müəllimlər, birini siz yazın. Yenə birlikdə izahına baxaq. Buyurun. Buyurun yazın. Söhbət hissəsində cavablarınızı bildirin, sonra birlikdə bölək. Müəllimlər, buyurun, söhbət hissəsində yazın, baxaq. On 17'ni 4'e böləndə eləyər 4. Düzdürmü? 4'ü 4'e vurdum, alındı 16. 17'den 16'nı çıxdım, qaldı 1. Aha, 1 4'e bölünmür. Mən məcburam ki, bura bir 0 artırım. Bura bir 0 artırıramsa, burada 0 yazıram və 0 artıranda burada bir vergül atıram. Onun içərisində 4 oldu 2 dəfə. 4'ü 2'ye vurdum 8. Ondan 8'i çıxıram müəllimlər. Qaldı 2. Yenə 2 4'e bölünmür. Yenə gəlib 2'nin yanına bir 0 artırıram. Və bu 0'ı burada gəlib qeyd eləyirəm. Bura qeyd eləyə də bilərsiniz, qeyd eləməyə də bilərsiniz. Fərqi yoxdur. Amma aşağıya mütləq şəkildə 0 artırın. 20'ni 4'e böldüm, elədi 5. Beşi 4'e vurdum 20. Deməli, 17 tamı 4'e böləndə cavabımız 4 tam %25
alınır. Bir daha müəllimlər xatırlatmalıyım. Artıq sentyabr qrupumuz biri tamamilə dolub, digər qrupumuz da dolmaq üzrədir və eyni zamanda oktyabr qrupumuza qeydiyyat başlayıb. Qruplarınız dolmamış, qeydiyyatdan keçə bilərsiniz. Həmişəki kimi dərs